İşə gecikəndə müdiriyyətimə məlumat verirəm təbii ki, yubanacağım haqqında. Yaxud da görürəmsə ki, 5-10 dəqiqənin söhbəti var, xəbər vermirəm. Gedib çatanda deyirəm ki, bu səbəbdən dolayı gecikmişdim. Artıq icazələr belə dolayı yolla alınmayacaq. İşçilər elektron qaydada e-sosial portalı üzərindən şəxsi kabinetlərinə daxil olaraq qısa müddətli icazələrini yarada biləcəklər. Yeni funksionallıq həm işə götürənlər, həm də işçilər üçün prosesi sadələşdirir. İşəgötürənlər bu yenilik vasitəsilə hər ilin əvvəlində işçilərlə bağlı illik icazə limitlərini müəyyən edə bilirlər. Ən önəmlisi isə odur ki, işəgötürən tərəfindən təyin edilən bütün illik icazə limitlərinin tarixçəsi sistemdə saxlanılır və istənilən vaxt baxıla bilir. Bu həm hesabatlılığı, həm də şəffaflığı təmin edir. İşçilərin yaratdıqları ərizələr sistemdə qeydiyyata alındıqdan sonra birbaşa rəhbər şəxsin təsdiqinə göndərilir. Bu o deməkdir ki, əlavə sənəd dövriyyəsinə ehtiyac qalmır. İşçi birbaşa kağız vasitəsilə əvvəl kimlərəsə müraciət edir, dolayı yoldan bu icazənin müddəti, səbəbi və s. hissələri görünürdüsə, artıq elektron formada onu birbaşa işə götürənə müraciət edə biləcək və orada əgər xidmətli icazədirsə, limitli iş icazəsindən alınmayacaq, yox işlə bağlı, özünün şəxsi işi ilə bağlı olan icazədirsə, aylıq olan limitlərdən çıxılması olacaq. Mütəxəssislər hesab edir ki, yeni sistem işçi və işə götürənlər arasında rəsmi yazışmaların daha çevik və şəffaf şəkildə aparılmasına, həmçinin daxili əmək proseslərinin rəqəmsal şəkildə daha səmərəli idarə olunmasına şərait yaradır.